Salam uşaqlar. Bugünkü dərsimiz bağlayıcıdır və bağlayıcının ümumi izahı, vergül məsələsi və bəzi bağlayıcıların fərqləndirilməsi məsələsinə baxacağıq. Birinci ümumi izahdan başlayaq. Deməli, bağlayıcı sözlər, cümlələr, bir dəqiqə, sözlər, cümlələr, abzaslar arasında əlaqə yaradır. Yəni, buradan yazıram. Ya sözləri bağlayar, ya cümlələri bağlayar. Yəni, sizə əsasən bunlar düşür. Sözlər və cümlələr düşür. Və bəzən elə bir məqam da olur ki, məsələn, mətnlərdə filan bunu müşahidə etmək olur. Görürük ki, abzaslar arasında da əlaqə yaradıb və yaxud kiçik mətnlər arasında əlaqə yaradıb. Yəni, sözlər, cümlələr abzasları bağlaya bilir. Sizə isə daha çox sözlər və cümlələr arasında əlaqə yaratması ilə bağlı suallar düşür. Amma unutmayın ki, abzasları və bəzən mətnləri, kiçik mətnləri belə bir-birinə bağlaya bilir. Amma mən burada daha çox bunların sözləri və cümlələri bağlama məsələsini toxunacağam. Deməli, bağlayıcının iki növü var. Tabeysizlik bağlayıcısı və tabelilik bağlayıcısı. Biz bunları niyə tabeysizlik, tabelilik deyə ayırmışıq? Çünki həmin o bağlayan tərəfləri, bağladığı tərəflərə görə adlandırmışıq tabeysizlik və tabelilik. Deməli, bu tabeysizlik bağlayıcıları müstəqil tərəfləri bağlayır bir-birinə. Yəni, biri digərindən asılı olmayan, hər ikisi eyni dərəcədə müstəqil olan tərəfləri bağlayır. Həmin bu müstəqil tərəflər də nələrdir? Ox işarəsindən belə göstərirəm. Tabeysizlik bağlayıcısı ya tabeysiz mürəkkəb cümləni bağlayar, ya da həmcinsləri bağlayar. Burada mən həmcins sözlər yazmışam. Həmcins üzvlər, həmcins sözlər, yəni həmcinsləri bağlayar bir-birinə. İndi burada həmcinsliyin nə olmasını da indi sonraki dərslərdə öyrənəcəksiniz. Həmcins sözlər, həmcins üzvləri bir-birinə bağlayar. Unutmuruq, tabeysizlik bağlayıcıları müstəqil tərəfləri bağladı. Tabeysiz mürəkkəb cümlədə həmin o müstəqil tərəf, biri də həmcinslərdir. Tabeylik bağlayıcısı isə biri müstəqil, digəri asılı olan tərəfləri bağlayır və bu da tabeyli mürəkkəb cümləyidir. Yəni, buradan belə bir nəticə çıxarırsınız ki, tabeylik bağlayıcıları sözləri bağlaya bilmir. Sözlər yazdım, üstündən xətt çəkdim. Tabeylik bağlayıcısı yalnız cümlələri bağlayır və o cümlələrdə biri müstəqil, digəri asılı olan cümlələr olur. Tabeyli mürəkkəb cümlələr belə. Yəni, belə ki, bunlar tabeyli mürəkkəb cümlələr olur və bunları bir-birinə bağlayır. Unutmayın, bax, bununla bağlı suallar düşə bilir, yadınızda qalsın. İndi bu tabeysizlik bağlayıcısının növlərinə baxaq, görək nələr var. Bunları ümumiyyətlə yaxşı bilmək lazımdır uşaqlar. Çünki bəzən cümlədə məna daxilində filan fərqləndirmək olmur bunları. Yəni, bilməyiniz çox yaxşıdır. Birinci başlayırıq nədən? Birləşdirmə bağlayıcısından. Birləşdirmə bağlayıcısı və də ilə bağlayıcısıdır. Siz iləni qoşmada da görmüşdünüz. Bugün onun fərqinə də baxacağıq. Və ilə bağlayıcısıdır. Qarşılaşdırma da qarşılaşdırılan tərəfləri bağlayır bir-birinə. Məsələn, tutam deyirəm, mən kitab aldım, amma o dəftər aldı. Mən oxuyuram, lakin o oxumur. Yəni, bu tip məqamlarda işlənə bilir. Və amma, ancaq, lakin, isə, fəqət, halbuki bunlardır. Sonra bölüşdürmə bağlayıcısı. Bölüşdürmə bağlayıcısı daha çox y hərfləri ilə bağlı olanlardır. Y-larla bağlı olanlar. Ya da, ya da ki. İndi burada bu heç g hərfidir. Və yaxud, yaxud da. Burada yazmamışam. İstərsə də, bunu bir dənə qeyd edək. İstərsə də. Daha sonra gah da ki, bizim bölüşdürmə bağlayıcılarımız olacaq. Sonra iştirak bağlayıcıları daha çox h-larla bağlıdır. Yəni, yalnız h yox. Uşaqlar adətən, məsələn, bölüşdürmə ilə iştirakdakı bağlayıcıları qarışıq salır axı. Bölüşdürmə y-dır, iştirak h-dır. Həm də ki, hətta belə həmçinin, sonra o cümlədən, o sıradan nəinki, eləcə də və da, də bağlayıcısı var. Sonra inkar bağlayıcısı nə də, nə də ki bağlayıcısıdır. Mötərizədə ki yazıram, yəni ki ilə də işlənə bilər. Nə də, bir də nə də ki
ola bilər. Aydınlaşdırma bağlayıcısı yəni, məsələn, bu da 2 ilə işlənə bilər. Yəni 2 də ola bilər uşaqlar. İndi bu birləşdirmə bağlayıcısı ilə bağlı bəzi qeydlərimiz olacaq təbii ki. Daha doğrusu ümumiyyətlə tabesizlik bağlayıcılarla bağlı bəzi qeydlərimiz olacaq. Keçək bir də tabelilik bağlayıcılarına baxaq. Deməli, tabelilik bağlayıcıları 4 növdədir. Tabesizlik isə 6 növdə idi. Baxın, aydınlaşdırma tabesizdə də var idi. Burada gördüyünüz kimi sonuncu yazdım. Aydınlaşdırma tabesizdə yəni məsələndir. Tabelidə ki, belə kidir. Səbəb bağlayıcıları çünki, ona görə ki, ondan ötürü ki, onun üçün ki, bu belə də ola bilər. Buna görə ki, bundan ötürü ki, bunun üçün ki, bundan da ola bilər. Güzəşt bağlayıcıları hərçənd və hərçənd ki. Baxın, bu d ilə yazılır. Testlərdə belə bir şey də düşür. Əgər, şərtdə əgər, hərgah, indiki, madam ki, bir halda ki, yoxsa bağlayıcıları olacaq. Belə, yəni bu bağlayıcıların növlərini, nələri bağlamasını və bu növlərin daxilində hansı sözlər var, onları çox-çox yaxşı öyrənməlisiniz. Çünki testlərdə onsuz da bunu bilməsəz yaza bilməyəcəksiniz. Bəzən olur testlərdə sizə heç ümumiyyətlə nümunə vermirlər, deyir tap görək hansıdır. Siz orada nümunə ağlınıza gətirib tapana qədər nə qədər vaxtınız gedəcək. Ona görə də növləri qəşəng öyrənməlisiniz uşaqlar. Deməli uşaqlar, burada bəzi qeydlərimiz var, bunlara baxaq. Biz bayaq qeyd etdik ki, tabesizlik bağlayıcıları ya tabesiz mürəkkəb cümləni bağlayır, burada baxın qeyd etmişəm, ya da həmçinin sözləri bağlayır. Yəni, məsələn, hər hansı bir bağlayıcı götürüm, tutalım amma bağlayıcısı və yaxud habelə bağlayıcısı. Bunlar həm həmçinin sözləri, həmçinin sözcükləri bağlayır, həm də tabesiz mürəkkəb cümlənin tərəflərini bağlayır. Yəni, yerinə görə ikisi də ola bilər. Amma qeydlərimiz nədən ibarətdir? Baxın, buradan qeyd yazıram. Qeyd bundan ibarətdir ki, bax, ilə bağlayıcısı cümlələri bağlaya bilmir. Cümlələri bağlamır. O, daha çox həmçinin sözləri bağlayır. Həmçinin sözləri bağlayar, yəni sözlər arasında əlaqə yaradar, amma cümlələr arasında əlaqə yaratmaz. İlə ilə bağlı qeydimiz də budur. Yaxşımı? Cümlələri bağlamır, lakin sözləri bağlayır. Başqa bir qeyd nədən ibarətdir? Burada gördüyünüz yəni, məsələn bağlayıcısı. Yəni, məsələn bağlayıcıları da cümlələr arasında da əlaqə yaradır, sözlər arasında da əlaqə yaradır. Lakin iş burasındadır ki, bu yəni məsələnin əlaqə yaratdığı sözlər həmcins sözlər deyil. Həmcinsləri əlaqələndirmir, bağlamır. Yaxşımı? İlə cümlələri ümumiyyətlə bağlamırdı. Yəni, bu tabesiz filan əlaqəsi yoxdur. Yəni, ümumiyyətlə cümlələri bağlaya bilmir. Yəni, məsələn isə sözlər arasında da əlaqə yarada bilir, cümlələr arasında da əlaqə yarada bilir. Lakin bu sözlər həmcins sözlər deyil. İndi bunu gələcək dərslərdə keçəcəksiniz, cümləşdirici sözlər, əlavələr filan. Yəni, bilin ki, həmcins sözləri bağlaya bilmir. Yaxşımı? Yəni, məsələn, həmcinsləri bağlaya bilmir. Qeydlərimiz bunlardır, unutmayın bunları. Daha sonra, burada başqa bir qeydimiz də var. Nədəki bağlayıcısı ilə bağlı qeyddir. Nədəki inkar bağlayıcısıdır. Düzdürmü uşaqlar? Məsələn, siz belə bir cümlə yaza bilməzsiniz. Nə oxumur, yəni qrammatik cəhətdən düz olmaz da, nə də yazmır. Əgər nə də bağlayıcısı varsa, onun inkarlığı bütün cümləyə bəs olur elə. Yəni, sizin daha götürüb feili inkarda işlətməyiniz lazım deyil və yaxud hər hansı bir şeyi inkarda işlətməyiniz lazım deyil. Bu cümlə olmaz. XX qoyduq bura ki, bilin ki, bu cümlə olmaz. Bəs bunun düzgünü necədir? Nə oxuyur, nə də yazır. Beləsi daha düzgündür. Və yaxud istədiyi nə məsələn şalvar deyil,
nə də köynək deyil. Baxın. Burada yenə nə, qoy bunu qırmızılayaq. Nə də bağlayıcısı var. Düzdürmü? Daha burada deyilə ehtiyac yoxdur. Nə də bütün inkarlığı öz üzərinə götürür. Bütün məsuliyyəti öz üzərinə götürür, belə düşünün. Və daha başqa bir inkarlığa ehtiyac olmur. Burada deyilə ehtiyac yoxdur. Bəs bu cümlənin düzgünü necə olar? Belə olar. İstədiyim nə şalvardır və nə də köynəkdir. O zaman uşaqlar, buna nə deyə bilərik? Deyə bilərik ki, nə də bağlayıcısı, nə də bağlayıcısı, yəni bu həm ma şəkilçisinin, həm də deyil şəkilçisinin işlənməsini əngəlləyir. İstəmir də, bunlarla işlənə bilmir. Ki, yəni deyir artıq cümlədə inkarlığı mən yaratmışam, bunlara ehtiyac yoxdur. Yaxşımı? Və yaxud ingilis dilində uşaqlar deyirlər ki, mən belə də qayda var ki, bir cümlədə iki inkarlıq olmaz filan. Yəni elə də yadınızda saxlaya bilərsiniz artıq necə istəsəz. Bu qeydləri unutmayın. Bax, yenə də təkrarlayıram. İlə bağlayıcı cümlələri bağlamır. Hətta həmçinin sözlər arasında da seçimlər edir. Biz indi bunu sonraki dərslərdə öyrənəcəyik. Yəni məsələn, bax, həmcinsləri bağladı ha bu heç. Yəni məsələn, sözləri və cümlələri əlaqələndirir, düzdür? Amma həmin o sözlər həmcins sözlər deyil. Ona diqqət edirsiniz. Həmcinsləri bağlaya bilmir. Nə də ki, bağlayıcısının olduğu yerdə başqa bir inkarlıq olmamalıdır. Nə də ki, bağlayıcısının olduğu yerdə feil və yaxud xəbər təsdiqdə olmalıdır uşaqlar. Bu belə. Bunu öyrəndik, bu qeydləri öyrəndik. Görək başqa nə əlavələrimiz var. Buranı təmizləyək, buradan yazaq elə. Məsələmiz ilə bağlayıcısı ilə bağlıdır uşaqlar. Deməli, bu ilə bağlayıcısı belə də yazıla bilir axı. La formasında da yazıla bilir. Bu anı nə gündə yazdıq. Yəni həm ilə formasında, həm də la formasında yazılır. İlə formasında yazılanda siz biləcəksiniz ki, o ya bağlayıcıda ayrı yazılacaq, ya bağlayıcıdır, ya qoşmadır. Elə seçim eləyəcəksiniz. La formasında yazılanda isə o ya bağlayıcı olacaq, ya qoşma olacaq, ya da leksik şəkilçi olacaq. İndi gəlin baxaq, görək necə fərqləndirərik. Fərz edin, la şəkilçisi ilə yazılıb hər hansı bir şey. Cümlələri buradan yazıram. Məsələn, maşın sürətlə keçdi. Mən bir dənə cümlələri yazıb. Uşaqlar, cümlələri yazdım. Gəlin indi burada seçim eləyək. Deməli, burada yenə baxın, maşın sürətlə keçdi. Lə var. Biz onlarla görüşdük. La. Qələmlə dəftər mənimdir var. Uşağı evə yolla var. Mən atamla getdim var və bacımla qardaşım gəldilər. Deməli, ilk öncə sözə sual verirsiniz. Əgər sözdə sual verdiyiniz zaman necə, nə cür sualına cavab verirsə, baxın burada yazıram. Necə, nə cür sualına cavab verirsə, bilirsiniz ki, orada artıq zərf olacaq da. Həmin o la zərf düzəldən şəkilçi olacaq. Düzdürmü? Həmçinin bu la leksik şəkilçi olaraq həm zərf düzəldir, həm də feil düzəldir. Bunları tapmalıyıq. Məsələn, maşın sürətlə keçdi. Necə keçdi deyirik. Necə sualına cavab verir. Siz bilirsiniz ki, burada lə zərf düzəldir, leksik şəkilçidir. Nə qoşma, nə də bağlayıcı deyil. Zərf düzəldir yazaq. Zərf düzəldir. Nə qoşma, nə bağlayıcı deyil. Həmçinin də unutmayın, burada la şəkilçisi feil də düzəldə bilir. Bax, bu da yadınızdan çıxmasın. Bunu da tapacaqsınız. Biz onlarla görüşdük. Burada isə sual verirsiniz. Biz kim ilə görüşdük? Kimi ilə sualına cavab verdiyiniz zaman biləcəksiniz ki, bu qoşmada artıq leksik şəkilçi falan ola bilməz. Və yaxud belə də düşünə bilərsiniz, bu bağlayıcıdır. İndi burada ilə qoşmasından ilə bağlayıcısını necə fərqləndirəcəksiniz? Götürüb orada yerinə və qoyun və yazırıq burada. Görək cümlə alınırmı? Biz onlar və görüşdük. Alınmır. Deməli, bu qoşma imiş. Qələmlə dəftər mənimdir. Nə ilə nə mənimdir deyirik. Nə ilə deyirik burada. Aha, nə ilə sualına cavab verdi. Deməli, zərf də düzəltmir, feil də düzəltmir. Ya qoşma, ya bağlayıcıdır. Götürüb və ilə əvəz edib yoxlayırıq. Görək qoşma yoxsa bağlayıcıdır. Belə düşünün də, siz
Seçim elədiyiniz zaman zərfi feili sıradan çıxartdısa, qoşma bağlayıcı arasında qaldısa, yerinə və qoyub yoxluyursunuz. Qələm və dəftər mənimdir deyə bildiyim üçün burada L artıq bağlayıcı olacaq. Yəni bağlayıcı olmasını və ilə əvəz edib tapırsınız. Bağlayıcı olacaq. Uşağı evə yolla. Burada sözə sual verin. Uşağı evə yolla. Nə et? Yolla. Deməli buradakı yolla sözün kökü yol. La leksik şəkilçidir və nə düzəldib burada? Feil düzəldib. Yaxşımı? Feil düzəldir. Daha sonra mən atamla getdim. Bax, yenə özünüz sual verirsiniz buna. Mən kim ilə getdim? Biraz fasilə verdim ki, siz özünüz də sual verirsiniz. Mən kim ilə getdim? İndi deməli ya zərf və feil deyil, artıq ya qoşmadır, ya bağlayıcıdır. Və nə əvəz edib tapırsınız. Mən atam və getdim olmaz. Burada olacaq qoşma. Sonra bacımla qardaşım gəldilər. Sual verirsiniz. Kim ilə kim gəldilər? Bacım və qardaşım. İndi burada vəni qoyub tapırıq. Bacım və qardaşım gəldilər alındığı üçün buradakı la bağlayıcı olacaq. Təbii ki, bunun bağlayıcı ilə işləməsinin başqa bir məqamı da var. Amma siz hələ ki bu dərəcəni öyrənin. Buradakı bağlayıcı qoşma testlərini yazmağa bəs eləyir. Bunun sonrası da olacaq. Daha sonra balalar keçdik nəyə? Da bağlayıcısına. Mən sizə ədatı keçmişdim də 11-ci illər. Ədatı keçdiyim üçün mən burada danı izah eləyəcəm sizə ki, nə ola bilər bu da. Yenə mən artıq bura keçirəm. Oranı silmirəm. Da nə ola bilir? Bu hörmətli da. Da ola bilir zərf düzəldən şəkilçi. Ola bilir yerlik hal şəkilçisi. Bunu zərflə yerli hal fərqləndirərkən demişdim, amma yenə cümlələr yazacağam. Həmçinin da ola bilir qoşma nə idi? Bağlayıcı demək istirdim. Da ola bilir bağlayıcı və ədat. İndi bunun bir balaca rahat üsulu nədir? Əgər ki daha zərf düzəldirsə bitişik yazılacaq. Yerlik halsa bitişik yazılacaq. Şəkilçi də nəticədə necə yazılmalıdır? Bitişik yazılmalıdır. Da bağlayıcıdırsa ayrı yazılır. Ədatdırsa ayrı yazılır. Bitişik yazılanlarını görəndə zərflə yerlik hal şəkilçisi arasında seçim eləyəcəksiniz. Ayrı yazıldığını görəndə isə ya bağlayıcı ya da ədat olması arasında seçim eləyəcəksiniz. Yaxşımı? İndi videonu saxlayıb cümlələri yazıram. Deməli, uşaqlar, burada yazdım bir neçə cümlə və fərqləndirək. Deməli, zərf, yerlik hal şəkilçisi, bağlayıcı, ədat olmasına fərqləndiririk. Bildik ki, bitişik yazıldığı zaman bağlayıcı və ədat olmayacaq. Əsasən, yerli hal şəkilçisi və zərf düzəldən leksik şəkilçisi olacaq. Bunları fərqləndirməyi mən bir öncəki dərsdə izah eləmişdim, amma yenə burada baxırıq. Yazda havalar xoş keçir. Yazda sözünə sual veririk. Nə zaman havalar xoş keçdi? Yazda. Nə zaman sualına cavab verdi? Yerli halın sualları bilirsiniz də fərqli idi. Kimdə, nədə, harada? Bu suallara cavab vermədi. O zaman sözün kökü yaz oldu. Daha leksik şəkilçi oldu. Burada olacaq leksik şəkilçi. Mən onunla təklikdə danışdım. Mən onunla necə danışdım? Təklikdə danışdım. Burada da kimdə, nədə, harada sualına cavab vermədi. Deməli, burada da zərf düzəldəcək bu şəkilçi. Yəni, leksik şəkilçi olacaq. Yuxarıda təmir işləri gedir. Uşaq bilir ki, yuxarı sözü zərfdir, nitq hissəsi olaraq yer zərfidir. İndi burada tez danı götürüb zərf düzəldən şəkilçi filan eləməyin uşaqlar. Sözə sual verin. Harada təmir işləri gedir? Yuxarıda. Harada sualına cavab verdi. Harada yerlik halın sualıdır. Siz bilirsiniz ki, yuxarı sözü zərfdir, amma bu yuxarı sözünün tərkibində daha yerlik hal şəkilçisi işlənib. Deməli, burada yerlik olacaq. Bugün qonaqlar bizdə qalacaqlar. Harada qalacaqlar? Bizdə qalacaqlar. Burada da harada sualına cavab verdi. Əvəzliyin tərkibində hal şəkilçisi iştirak etdi. Yerli hal. Danışanda kövrəlirəm. Danışanda kövrəlirəm. Nə zaman kövrəlirəm? Nə zaman sualına cavab verdi. Amma indi bunu bir təhlil edirik. Sözün kökü nədir? Danış. Danışanda bilirsiniz ki, yəni belə də saçdıra bilərsiniz. Testdə görmüşdüm. Anda sözü feili bağlama şəkilçisidir. Burada ümumiyyətlə da,
yoxdur. Anda feili bağlamadı. Bunu elə-belə ortaya atdıq. Sonra 6. Bu metal da möhkəmdir. İndi bu ayrı yazılanlara gəldik, çıxdıq. Fikir verin ki, burada hamısı ayrı yazılıb. Düzdürmü? Ayrı yazılırsa artıq siz buna yerli kal şəkilçisi falan deyə bilməzsiniz də. Bu ya bağlayıcı olacaq, ya da ədat olacaq. Bu metal da möhkəmdir. İndi mən sizə bir dənə burada bir qeyd yazım. Aşağıda burada yazıram, görünsün. Da şəkilçisini, daha doğrusu danı şivədəki dana ilə əvəz edə biliriksə, olur ədat. Həmçinin sa plus da görürüksə, bu da ədat olur. Sa'dan sonra da'nı görürüksə ədatdır, da'nı dana ilə əvəz edə biliriksə ədatdır. Bu belə bir sxemdir. Bağlayıcı olanda isə indi məna ilə fərqləndirirsiniz. Bu mənanı da izah edəcəm. Baxın, bu metal da möhkəmdir deyirik. Burada nəzərdə tutulur ki, yəqin başqa metallar da möhkəmdir. Hansının adını çəkib, məsələn, öncəsindən və davamında deyir ki, bu metal da möhkəmdir. Bu nə olur? Bağlayıcı olur. Əgər bu cür məzmun varsa, bağlayıcı olur. Sən də sabah tədbirdə iştirak etməlisən. Deməli, başqa kimsə də iştirak eləyəcək. Üstəgəl sən də iştirak etməlisən. Bu da bağlayıcı olacaq. Yəni, bağlayıcını bu tip məzmunla fərqləndirirsiniz. Sonra keçirik sabahki tədbirə gələrsən də. Burada həmin o bayaq dediyim məzmunlar yoxdur. Həmçinin burada dəni dana dənə ilə əvəz edə bilirik. Sabahki tədbirə gələrsən dənə, uzadına belə, uzatmayanda alınmır. Dənə və yaxud dana da deyə bilərsiniz. Sabahki tədbirə gələrsən dana deyə bilirik. Ona görə bu nə olur? Ədat olur. Oxu da Aybala. Oxu dana Aybala deyə bilirik. Bunu oxu dana Aybala. Bu da olur ədat. Sonra oxusa da imtahanda yaza bilmədi. Sa plus da sxemi, bu da ədat olacaq. Burada dana ilə əvəz eləyə bilmirsiniz, amma sa'nı gördüyünüzdə sa plus da sxemi ədatdır. Sənin axtardığın elə bu kitabdır dana deyə bilirik. Elə bu kitabdır dana deyə bildiyim üçün bu da oldu ədat. Deməli, ədat olmasını iki cür yoxlayırsınız. Bir məqamda, indi təbii ki, hamısında yox. Bir məqamda onu dana ilə əvəz eləyə biləcəksiniz. Bir məqamda da elə sa plus da şəklində görəcəksiniz və onu götürəcəksiniz ədat. Yaxşımı? İştirak məzmunu bildirəndə də bağlayıcı olacaq. Onu da məzmunla tapacaqsınız. Daha sonra ki'yə keçək. Ki leksik şəkilçi ola bilir. Leksik şəkilçi olduğu zaman bitişik yazılır. Ayrı yazılanda isə ya bağlayıcı olurdu, ya ədat olurdu. Mən indi bunun bağlayıcı və ədat olmasını fərqləndirəcək cümlələr yazıram. Məsələn, mən ki bundan xəbərsiz idim. Tez-tez yazaq. Xəbərsiz idim. Sonra ona demişdim ki gəlməsin və yaxud bilirdim ki yaxşı oxumayıb. Dördüncü olaraq da sən bunu bilirdin ki və yaxud belə bir cümlələr yazdıq, ki'lərə ayırd edirik. Deməli, ki'nin bağlayıcı kimi işlənməsini izah edim sizə uşaqlar. Ki bağlayıcı kimi işlənsə, cümlənin ortasında xəbərdən sonra gələcək. Cümlənin ortasında xəbərdən sonra gələr. Yaşımı? Və biz bu tipli cümlələri axtarırıq. Ona demişdim ki, ne etmişdim, demişdim. Bu cümlənin xəbəridir, düzdürmü? O zaman ki, burada nə olacaq? Bağlayıcı olacaq. Bax, cümlənin ortasıdır da. Bundan sonra da söz var, əvvəlində də söz var. Deməli, bu bağlayıcı olacaq. Bağlayıcı olanda da özündən sonra vergül olur.
Sonra üçüncü olaraq bilirdim ki, yaxşı oxumayıb. Yenə bilirdim xəbərdim. Ki o zaman bağlayıcı olacaq. Baxın ki bağlayıcısından əvvəldə söz var, sonra da söz var və xəbərdən sonra gəldi olacaq bağlayıcı. Yaxşı. Yəni buradakı ondan sonra olacaq sözdə gərək cümlə üzvü də olsun da. Nə etməyib, oxumayıb, necə oxumayıb, yaxşı oxumayıb, nə etməsin, gəlməsin. Bu tipli məqamları gördüyünüz zaman nə deyəcəksiniz? Bağlayıcı deyəcəksiniz və burada ki cümlələri bir-birinə bağlayır. Tabeli bağlayıcısıdır. Sonra yuxarıdakı cümləyə baxırıq. Mən ki bundan xəbərsiz idim, sən ki belə deyildin, kim ki bunları yaxşı edib o çıxsın qabağa kimi cümlələr görürsünüzsə ki burada ədat olur. Və nə ədatıdır? Qüvvətləndirici ədatdır. Yaxşımı? Və biz bilirik ki həmçinin sual ədatı da ola bilər. O zaman sual cümlələrinin sonunda gəlir. Sən bunu bilirdin ki, oldu sual cümləsi və sual ədatı. Çaşdırmaq üçün belə bir cümlə də verə bilər. Bunu kimdən öyrənmişdin ki, ay oğlan? Və beləsi də ola bilər. Əslində cümlə belədir. Bunu kimdən öyrənmişdin ki, düzdürmü? Ay oğlan götürüb əvvələ də ata bilərsiniz. Burada ay oğlan nədir? Xitabdır. Hər hansı bir cümlə üzvü filan deyil ki, buna siz bağlayıcı deyəsiniz. Bu xitabdır. Bunu əvvələ də keçirib cümləni oxuya bilərsiniz. Ay oğlan bunu kimdən öyrənmişdin ki? Baxın, yenə də sual məzmunu qaldı və bu olacaq sual ədatı. Yaxşımı? Ədatdır bu. Bağlayıcı filan deyil. Çünki adətən beləsini verir və uşaq da deyir ki, burada ki'dən sonra vergül qoyulub. Həmçinin ki'dən əvvəl də söz var, sonra da söz var. Bunu bağlayıcı filan götürək. Yox, bu bağlayıcı deyil. Sadəcə sizi çaşdırır. Burada ki'dən sonra vergül olmasının səbəbi bu xitaba görədir. Xitabın da yerini dəyişə bilərsiniz, götürüb əvvələ ata bilərsiniz. Burada yazırsınız, ay oğlan. Bunu hardan, kimdən öyrənmişdin ki, yenə də sual cümləsinin sonunda gələn sual ədatı kimi görəcəksiniz onu. Belə. Deməli, uşaqlar, ki'lərlə bağlı da bu qədər. Keçdik isə məsələsinə. İsə məsələsinə. Ki'ni keçdik, qaldı isə. İsə də ola bilir nə? Bağlayıcı, yəni qarşılaşdırma bağlayıcısı və ola bilir hissəcik. İsə hissəciyi. Mən qısaca belə bir fərqləndirmə yöntəmi deyim. Əgər isə bağlayıcı olsa, belə düşünün də, ikinci tərəfdə işlənir. Qarşılaşdırma bağlayıcı olsa, qarşılaşdırılan tərəflərin ikincisində işlənir. İkinci tərəfdə işlənir. Bu isə hissəcik olsa, birinci tərəfdə işlənir həmişə və tabeli mürəkkəb cümlə yaradır da. Bu isə hissəciyi bilirsiniz. Və birinci tərəfdə işlənir hər zaman. Yaxşımı? Ya birinci cümlə də deyə bilərsiniz buna. Bağlayıcıdan da cümlə demək olmur. Birinci cümlədə də işlənir deyə bilərsiniz. İndi bir neçə cümlə yazın. Deməli, uşaqlar, bu cümlələrə baxaq. Qırmızı ilə baxaq. Kim oxuyursa o yaxşı yazacaq. Baxın, isə bağlayıcısı da eynən isə hissəciyi kimi həm ayrı yazıla bilər, həm də bitişik yazıla bilər. Yəni, ayrı bitişik yazılmasına görə fərqləndirə bilməliyik biz bunları. O zaman başqa bir şeylə fərqləndirməliyik. Ayrı bitişik məsələsinin alınmır. Bu fərqləndirmə elə sizə bəs eləyəcək. Baxın, isə bağlayıcı hər zaman qarşılaşdırılan tərəflərdən ikincisinin yanında iştirak edir. Və isə bağlayıcı olanda bir qarşılaşdırma məzmunu olur. Siz onu ona görə də amma, ancaq, lakin, fəqətdən əvəz eləyə bilərsiniz. İsə hissəcik olaraq isə şərt, daha doğrusu da, yəni elə şərt məzmunları yaradır. Həmçinin də tabeli mürəkkəb cümlə olur. İsə hissəcik olan yerdə mütləq tabeli mürəkkəb cümlə olur və tabeli mürəkkəb cümlənin birinci tərəfində, yəni budaq cümlədə iştirak edir. Ona görə qısaca buna birinci tərəfdə iştirak edir yazırıq, buna da ikinci tərəfdə iştirak edir yazırıq. Baxaq. Kim oxuyursa, o yaxşı yazacaq. Deməli, bu birinci tərəfdir də, düzdürmü? Ona görə buna nə deyək? İsə hissəciyi deyək. Həmçinin fikir versinizsə, burada qarşılaşdırma filan da yoxdur. Bu isə hissəciyi oldu. Nəyi soruşdumsa, ona da cavab verdim. Nəyi soruşdumsa deyirəm, o zaman yenə birinci tərəfdir. Burada yenə isə hissəciyi olacaq.
Yeni də fikir verirsinizsə heç bir qarşılaşdırma məzmunu yoxdur və amma ancaq lakin də əvəz eləyə bilməzsiniz. O yazır, bu isə oxuyurdu. Burada qarşılaşdırma məzmunu var. Həmçinin bu birinci tərəfdir, bu ikinci tərəfdir. Bu da ikinci tərəfdə işləndiyinə görə olacaq bağlayıcı. O düzdür. Bu xəbər isə yalandır. Bu birinci tərəf, bu da ikinci tərəfdir və ona görə də bu bağlayıcı olacaq. Səhər açılır, birinci tərəf. Mən səhər də tapşırıqları bitirməmişəm. Səhər açılır, yəni qarşılaşdırıram da. Səhər açılır, lakin mən tapşırıqları bitirməmişəm. Və ikinci tərəfdə işlənib, burada isə bağlayıcı olacaq. Şərt o deyil, 2 dənə cümlə olsun. Məsələn, deyirəm ki, mən kitab almadım. Bir dəqiqə. Mən kitab almadım. Dəftərsə aldım. Kitab almamışam. Bu sayda bir cümlədir. Bax, bu birinci tərəfdə, amma buna da ikinci tərəfdir. Mən burada nələri qarşılaşdırmışam? Kitabla dəftəri qarşılaşdırmışam. Və kitab qarşılaşdırılan birinci tərəf kimi olsun. Bu da ikinci tərəf kimi olsun. Bu da ikinci tərəfin yanında gəldi. Ona görə isə burada bağlayıcı olsun. Yaxşı uşaqlar, birinci, ikinci məsələsi ilə fərqləndirə bilərsiniz. Daha doğrusu. Belə. Deməli, qaldı bu bağlayıcılarda vergül məsələsi. İndi bağlayıcılarda vergül məsələsini mən necə izah edim sizə? Burada üzərində izah eləyəcəm. Altından xətmi çəksək, necə etsək? Deməli, o qədər xət çəkmişəm ki, bir dəqiqə uşaqlar. Yoxa çıxdı. Baxaq bir dənə. Belə bir şey deyək. Bağlayıcılardan əvvəl vergül qoyulur. Sonra vergül qoyulur. Bir də vergülsüz işlənən bağlayıcı var. Bir də təkrarlanan bağlayıcılarında vergülü fərqli olur. İndi mən burada hansı bağlayıcılardan əvvəl vergül qoyulur, onları qeyd eləyəcəm burada. Siz elə ona baxıb yadınıza saxlayarsınız. Belə uşaqlar, burada yazdım. Deməli, özündən əvvəl vergül qoyulan bağlayıcılar, qarşılaşdırma bağlayıcılarından əvvəl vergül qoyulur. Burada qarşılaşdırmaları yazdım. Amma, ancaq, lakin, fəqət, halbuki. Amma qarşılaşdırma bağlayıcısı olan isə bağlayıcısında, baxın onu burada yazmışam. İsə bağlayıcısında, yəni sağında, birbaşa sağında, solunda vergül olmur. Onu çıxdıq. Deməli, bura qədər qarşılaşdırma bağlayıcısıdır. Daha sonra təkrarsız işlənən o cümlədən, o sıradan nəinki, hətta habelə həmçinin bağlayıcılar var ki, yəni bunlar təkrarlanan deyil də. Təkrarlananlar hansılardır? Həmdə, həmdəki bunlardır və yaxud məsələn da bağlayıcısıdır, təkrarlanır. Bu təkrarlananlar deyil də. Burada altından xətt çəkdiklərim bura qədər iştiraki bağlayıcısıdır. Bu iştiraki bağlayıcılarından əvvəl vergül qoyulur. Daha sonra yəni məsələn var. Yəni, məsələn, bağlayıcılarından əvvəl vergül qoyuldu. Qaldı burada inkar bağlayıcısı. İnkar bağlayıcısı təkrarlanır. O təkrarlanır, ona görə onun vergülü biraz fərqli olur və yaxud bölüşdürmə bağlayıcıları var ki, bölüşdürmə bağlayıcıları da təkrarlanan bağlayıcılardır. Onların da vergülü fərqli olur. Təkrarlanan bağlayıcıların vergülü fərqli olur. İndi, yəni, ümumi olaraq mən sizə deyim ki, tabesizlik bağlayıcılarından əvvəl vergül qoyulur. Buradan bir dənə çıxırıq isəni və iləni. Bunlarda vergül olmur. Bu 3 dənə tabesizlik bağlayıcısında, daha doğrusu davamı da var, o və ilə işlənən və ya və yaxud. Bunlarda vergül olmur. Digərlərində özündən əvvəl olur vergül. Bir də təkrarlananlar var ki, hansı ki gah-gahda, ya da, həm-həmdə, yaxud da, sonra daha sonra məsələn da var orada. Bunların da vergülü biraz fərqli olur. İndi keçdim bura qədər, deməli mən bitirdim də tabesizi. Sonra çünki, ona görə ki, ondan ötürü ki, bu da nə olacaq? Bu da tabelinin, artıq burada tabelidir. Bunun altına bütün xətt çəkirəm. Bunlar tabeli bağlayıcılardır. Tabeli bağlayıcının səbəbidir bunlar. Səbəb bağlayıcılarından da əvvəl vergül qoyulur. Səbəbdən də əvvəl qoyuldu. Bu yoxsa isə indi daha çox şərtin içərisində verirlər deyə mən də artıq yazdım burada. Şərt bağlayıcısıdır. Bundan da əvvəl vergül qoyulur.
Bu bir dənə şərt bağlayıcısında bu var ki, bundan əvvəl vergül qoyulur. Belə, özündən sonra vergül qoyulan 2 dənə bağlayıcımız var. Kidir, belə kidir. Yəni uşaqlar əslində çoxdur və yaxud çətindir kimi bir şey yoxdur. Bağlayıcıların əksəriyyətində özündən əvvəl vergül qoyulur. 2 dənəsində ki, belə ki də özündən sonra vergül qoyulur. Bunlardan sonra vergül qoyulur. Vergülsüz işlənənlər bunlardır. Və, ilə, isə, sonra və ya və yaxud, çünki burada və var axı. Bir də şərt bağlayıcılarını sayırsınız. Əgər, hərgah, indiki, madam ki, bir halda ki, yoxsanı saymırsınız. Bir də güzəşt, hərçənd, hərçənd ki, bağlayıcısında vergül olur. Olmur, daha doğrusu vergülsüz işlənir. Belə. İndi bu təkrarlanan bağlayıcılarda vergül necə olur? Gəlin baxaq. Məsələn deyirəm, həm oxuyur, həm yazır, həm də öyrənir. Hamısında eyni qaydada gedəcək. Təkrarlanan bağlayıcıların altına xətt çəkirəm. Bu birincisidir. Bu ikincisidir. Bu da üçüncüsüdür. Bu ayrı yazılır. 3 dənə demək bağlayıcımız təkrarlandı. Həm də, həm də ki. Burada məsələn nə də ola bilərdi? Nə oxuyur, nə yazır, nə də öyrənir. Əgər bağlayıcılar bu formada təkrarlanırsa, birincisi istisna, ikincisindən əvvəl, üçüncüsündən əvvəl vergül qoyulur. Gah susur, gah ağlayır, gah da gülür. Siz onsuz da burada vergülləri bərpa eləyəcəksiniz. Deyəcəksiniz, gah susur, vergül olsun, gah ağlayır, vergül olsun. Qayda kimi deyəndə deyəcəksiniz ki, təkrarlanan bağlayıcılarda birinci istisna digərlərindən əvvələ düşür həmin o vergül. Yaxşımı? Bəs da bağlayıcısı var, o necə təkrarlanır? Kitabda, dəftərdə, qələmdə aldım. Burada 1, 2, 3, 1, 2, 3. Burada vergül qoyanda kitabda vergül, dəftərdə vergül, qələmdə də artıq vergül qoymursunuz. Da bağlayıcısı təkrarlanırsa, hamısında vergül qoyursunuz, bir dənə sonuncusunda vergül qoymursunuz. Amma o birilər var ki, həm də, ya da, gah da, nə də bağlayıcısı. Onlarda vergül qoyanda birincisindən əvvələ vergül düşmür, amma digər vergüllər ikincidən, üçüncüdən, dördüncüdən əvvələ düşür. Belə uşaqlar, bağlayıcı ilə bağlı hələ ki bu qədər, qalanlarını dərsdə davam edərik. Yenə qeyd edim ki, növləri yaxşı öyrənin və vergül məsələsi ilə bağlı çoxlu suallar var, onlara da diqqət edin.